1968-ci ildə arxeolog Məhəmməd Hüseynov tərəfindən qədim insan məskəni Azıq mağarasında ən qədim insan çənə sümüyü aşkarlandı. Bu çənə sümüyü dünyada ən qədim 3-cü insan çənə sümüyü kimi qeydə alındı. İnkişaf etmiş elmin qədim tarixi öyrənən kimyəvi reaksiya testləri nəticəsində bu çənə sümüyünün 350-400 min il yaşı olduğu qeydə alınmışdır. Ümumiyyətlə Azıq mağarasında tapılan qədim əşyalara görə isə ümumiyyətlə bu insan məskəninin 1 milyon illə yaxın yaşı olduğu təxmin edilir. 610-cu ildə müasir Səudi Ərəbistanı ərazisində İslam hərəkatı başladı və Ərəb xilafəti quruldu. Sonradan Ərəb xilafəti işğalçı siyasətlə qonşu ölkələri ərazisini zəbt elədi və həmçinin bizim coğrafiyanı işğal etdi və xalqları, millətləri əsarət altına aldı. Bu işğala, bu əsarətə qarşı Babək, Xürrəmid və onu kimi minlərlə dəstə-dəstə bu coğrafiyada yaşayan insanlar dağlara çəkilib 200 ilə qədər mübarizə apardılar. Bu işğala qədər bu coğrafiyada yaşayan xalqların özünə məxsus adət-ənənələri, öz yaşayış tərzləri olduğu kimi həm də özünə məxsus qədim dinləri, Zərdüşt dinləri var idi. Bu dinin daşıyıcıları məhz öz dinlərini, inanclarını qorumaq üçün bu əraziləri tərk edib Hindistana, Çinə, Yaponiyaya qədər getdilər. Əsrlərdir öz inancını qoruyub saxlayan bu insanlar hal-hazırda Yaponiyanın istehsal etdiyi Mazda məhz Zərdüştü dininin rəmzi olan Ahura Mazda'nın adını daşıyır. Onlar bu gün də öz ayinlərini Çin, Hindistan və Yaponiya ərazisində davam etdirirlər. İllərlə əsarət altında qalmış bu ərazilərdə yaşayan millətlər və xalqlar zaman-zaman işğalçının dinini və adət-ənənələrini özünkünə qarışdıraraq mənimsədilər. Hər yeni doğulan nəsilə isə bu işğal əsarəti unutdurdular. İllər keçməsinə baxmayaraq, bugün müasir dünyamızda 21-ci əsrdə bütün xalqlar, millətlər özlərini inkişaf etdirib Marsda, Ayda koloniya qurmaq, həyat yaratmağa can atdığı bir zaman zor gücünə bizə qəbul etdirilmiş dini bugün bəzi dövlətlərin sifarişi ilə, xüsusi sifarişi ilə, məhz böyük dövlətlərin qlobal dünya siyasəti ilə balaca xalqları, millətləri sıradan çıxardıb nəhəclərin qalmaq, bir rəngarəng xəritəni bir rəngə boyamaq niyyətli olan insanların sifarişi ilə yenidən ölkəmizdə vüsət alması və bir zaman zor gücü ilə, amma bugün birbaşa baskı ilə sanki həqiqətmiş kimi insanlara dayadılması məni dərin düşünməyə, özümə qapanmağa və düşündükcə dərinə inib məhz bir zamanlar həqiqəti deyən Məhəmməd adlı dahinin dediklərini başqa şəkilə salıb, başqa dövlətləri, xalqları işğal edən, mübarizədə olan bu dünyada bir yaradanın olduğunu dərk elədim və o yaradanın bu təbiətdə, bu dünyada hər şeyi rəngarəng, gözəl, hər şeyi öz coğrafiyasında yaratdığını, canlı olan hər şeyə öz ruhundan üfürdüyünü, hər şeyin məhz özünün təşkil elədiyini, bu xaosdan düzən yaradan və mübarizə nəticəsində davamlılıq nümayiş etdirən, canlı olan hər şeyin əslində onun özünün olduğunu və bu mübarizənin içində bir canlı digəri ilə qidalandığını, amma bu vəhşi meşədə heç bir canlının digərinə eləmədiyi, onun yaşam qaydasını, öz xarakterini, xüsusiyyətini başqa canlıya zor gücü ilə təbliğ eləmədiyi bu vəhşi təbiətdə ancaq Allah adından, göydə bir Allah var imiş adı ilə haqqında danışılan şəxsin özünün görmədiyi 200 ildən sonra yazılmış bir kitabı Allahın kitabıdır deyib, dilim müqəddəsdir deyib, bu xalqa, bu millətə bir heyvanın tikərinə eləmədiyi bir davranışa şahid oldum. Məhəmməd kimi tarix boyu bu həqiqətləri insanlara çatdıran hər bir dahinin dediyi sözü sonradan başqa şəkildə din kimi istifadə edən güclülər zəifi əzmək, əsarət altına almaq və məhz təbiət qanunları kimi işləyən insan qanunları bugün müasir dünyamızda göydə bir Allah var. Bir zamanlar Məhəmmədin özünün görmədiyi, şahidi olmadığı, onun vəfatından
200 il sonra yazılmış bir kitabı əldə əsas tutub, insan psixologiyasını darmadağın eləyib, ölkəmi müasir ölkəmi düşüncəsində əsarət altına alan və bu haqsızlığa dözməyən, içimdə danışan həqiqət, məhz məni canlı tutan, məhz Allah adından danışan hər yalançının bir gün tərk eləyəndə gözləri bərələ qalacaq. Bax, o yaradanın səsi ilə indi sizə bir sual verirəm. 350-400 min il bundan qabaq yaşamış o hal-hazırda muzeydə saxlanılan çənə sümüyünü 7-ci əsrdə bu əraziləri işğal altına almış ərəblərin yaratdığı Allah yaratmış oldu, yoxsa ya didərgin salıb torpağından Yaponiyaya kimi qovduğu və içində yaşayaraq öldürdüyü bir xalqın, bir millətin mənliyini məhv etdi. Bu suala siz cavab verin.